Və desəm, Yusuf Sadıqov hansı diviziyanın tərkibində vuruşurdu? Yusif Sadıqov Berlinin 416 olmalıdır. Berlinə qədər gedən diviziyamız 416-dır. Əla. Bəs desəm ki, hansı diviziyamızdır ki, Taganrog adını almışdı? Fəxri adına. 416-cı diviziyadır Taganrog adını alan. Desəm ki, Taganrog o vaxtda hansı ölkənin ərazisi, indiki hansı ölkədədir? Ərazisində yerləşir. Taganrog Ukraynada deyil, Ukrayna olmalıdır. Ukrayna, Taganrog şəhəri. Məncə Ukraynadır, yoxsa Rusiya olar. Əvvəllər Almaniyaya məxsus olan şəhər idi. Almaniya və Alman, Azərbaycanlar da kim tərəfindən vuruşurdu? Rusiya tərəfindən vuruşurdu Almanlara qarşı. Almaniyanın şəhəri idi. Sonra da hazırda Rusiyanın şəhəri hesab olunur, Taganrog şəhəri. Kiçik bir araşdırma. Orada bizim abidəni də sökmüşdülər bu yaxınlarda ermənilər. O bizim diviziyaya qoyulan abidəni sökmüşdülər. Onu da təzədən etiraz elədilər, qurdular. Rusiyadır, müəllimə yadıma düşdü. Bir anlıq Rusiya şəhəridir. Abidənin də o sökülməsində deyir ermənilərin də xüsusi maraq olmuşdu o abidənin. Bəli, çox sağ olun Leyla müəllimə. Təşəkkür edirəm. Davam eləyək. Sağ olun, çox sağ olun. Tanırdı. Aha. Buyurun. Stalingrad döyüşü. Aha, bəli, Stalingrad döyüşü. Söhbət neçənci ildən gedir? Söhbət elə 41-dən gedir də müəllimə. Stalingrad döyüşü 41 yoxsa 42-ci ildə idi? 41 deyilsə 42 olsun. Bəli, 42-ci ildə idi. Yaxşı, bəs niyə onun neft uğrunda döyüş hesab edirik Stalingradı? Ona görə ki, müəllimə, onlar elə bir Azərbaycanın neftini əsasən də ələ keçirmək istəyirdilər və belə deyək də, Stalingrad tərəfdən hücuma keçmək istəyirdilər, yanılmıramsa. Aha, bax belə deyim də. Əgər ki, belə deyim, onlar deyir Stalingrad şəhərini tutmaqla bu Volqa-Xəzər su yoluna çıxacaq. Axı çünki Bakı nefti gedib çıxa bilməyəcəkdi də, yəni cəbhə tərəfə, ona görə yanılmıramsa elə olmalıydı. Aha. Bir növ elədir. Məsələn, bu Volqa-Xəzərlə Qafqazın neft mərkəzlərindən əlaqə saxlayırdılar və bu Qafqazın neft mərkəzlərində ələ keçirmək istəyirdi. Bəs sizə belə bir sual verim, bəs Sevda müəllimə, neft mərkəzləri hansı şəhərlər hesab olunurdu? Əsas mərkəzləri neft Bakı idi, müəllimə. Əla. Grozno idi. Aha. Grozno idi. Bir də Maykop idi də, məncə, əgər yanılmıramsa. Bir də Maykop idi, əla, çox gözəl, yaxşı. Bəs müəllimə, Almaniyanın, bəs Bakıya qarşı hazırladığı plan necə adlanırdı? Hə, Edelweiss planı idi o. Belə deyim, daha doğrusu, Qafqaz hücumu, bəli, Edelweiss idi. Yaxşı. Bu neçənci ilə aiddir? 42-cidir. Aha, yaxşı, 40-cı ildə. Tələbi ilə Bakı tutulmalıydı. Necə? Aha, bəli, doğrudur. Mən indi başqa sual verəcəyim sizə. Deyəcəyim ki, bəs 40-cı ildə Bakıya qarşı hansı ölkələrin planı var idi? Avropa ölkələri. Bəli, burada elə bil ki, indi Almaniyanı deyək, o heç. Bax, ipucu verə bilərəm, hətta Bakını bombardıman eləmək bombardıman eləmək istəyirdilər. Burada müəllimə İngiltərə var idi, Fransa var idi. Aha, əla. İngiltərənin planı var idi. Bəli. Aha, bəli, yaxşı. Bəs müəllimə, hansı döyüş Almaniyanın əfsanəvi məğlub edilməzliyini puça çıxardır? Artıq hamı deyir ki, artıq bu məğlub edilən bir dövlət imiş. Sən demə. Bəli, bu qışda baş verir. 41-ci ilin qışında Moskva döyüşü idi müəllimə. Elə bil ki, orada məğlub olurlar almanlar və təbii ki, bununla da elə bil ki, belə deyək də, nüfuzdan düşürlər də məğlub edilməzlikləri haqqında. Yəni o artıq son oldu da ki, onların belə bir əfsanələri var ki, güya bunlar heç kim məğlub müəllimə onların oynayır. Aha, doğrudur. Bəs müəllimə, desəm ki, 271-ci diviziya hansı ərazilərin azad olunmasında iştirak eləmişdi? O, deməli müəllimə, Polşa idi, Ukrayna idi, bir də Çexoslovakiya idi. Aşağı söz də vardı, Puç deyildi. Puç, buyurun. Göstərək. Deməli, göstərək də müəllimə. Bir dəqiqə. Deməli, bir dəqiqə qələmi götürək.
Deməli, Ukraynanı götürək 35. Götürdük. Ukraynada 35 götürək. Sonra Polşa 20 33 götürək Polşanı. Doğrudur. Yox, Düz deyirsən. 33 də Bəli, bəli. Almanya 33 yəni. bəli. 33-dür sonra də Bir də ki Çex, o biraz aşağı düşək. o indiki hansı ərazi? İndi ayrı-ayrı da veriblər. Çexiya, Slovakiya. Çexiya, bir də Slovakiyada. Yəni müəllimə bu 21-23 ola bilər yoxsa? Yox, 20-21-dir. 20-21. Çexiya, Ha, 21 Slovakiyadır. 20-21-dir. 20 Çexiyadır, bəli, 20 Çexiya, 21 Slovakiya. Bəli, yaxşı. Bəs müəllim o 33-32 haradır? Bir dəqiqə. Hı. Müəllimə 33-ü dedim də. 33 haraydı? Polşa demədi. Bəli, Polşa. Ha, 32 haraydı? Hə, bəli. Polşanın yanındakı bir dəqiqə. Bu şeydir. Fransa, Almaniyadır. 32 Almaniyada, 31. 31 Fransadır. 31 Fransadır. Gəlin indi keçək diviziyalarımızın deməli keçək hansıya? Keçək 77-ci diviziyaya. 77-ci diviziya neçənci Bəli. ildə yaradıldı? Neçənci ildə fəaliyyətini dayandırdı? Neçənci ildə yenidən fəaliyyəti bərpa olundu? Bəli, müəllimə, elə bil ki 20-ci ildə yaradılmışdı. 20-ci ildə yaradılmışdı da. İlk ümumiyyətlə milli diviziya kimi gedir də, SSR-nin ilk milli diviziyası kimi gedir. Sonra 38-ci ildə yəni o hərbi hissələr ki ləğv olunmuşdu, onda bu ləğv olundu. Amma 41-ci ildə yenidən bərpa olunmuşdu 1941-də. Aha, mənə 77-ci diviziyanın azad olunan hansı ərazilərdə fərqlənmişdi? Həmin əraziləri göstərin. Bəli, müəllimə, elə belə Ukraynanı deyək. Bayaq da göstərdiyim Ukraynanı. Ukrayna. 35. Üstünü qızartmışam, 35-dir də deyəsən. Qaradənizin də yuxarısında. Ukrayna. 35 odur. Bir dəqiqə yenə qələmi götürüm müəllimə. Hə, Ukraynadır. Ondan sonra Krımdır. Bax bu hissələrdə bilmirəm. Doğrudur. Hə, Aşağı. Krım bax bu hissə Qaradənizin elə bil ki şimalındadır. Bir də ki müəllimə Pribaltik, Litva, Latviya, Litva, Estoniya, Hərflər. 12-ni götürək müəllimə. Bəli, 12. Bax bu dövlətlər bu necə hərflə demişdim, bax bu dövlətləri ki, birinci E hərfi gəlir. Estoniya dedik. Yox, hə, elə demişdim. Bəli, əlifbada E hərfi olduğuna görə 10 Estoniya. Latviya, Litvada ikisi də L ilə başlayır da. L A, ikinci A birinci hərfdir. Ona görə Latviya gələcək, sonra Litvaya gələcək. Litva gələcək. Litva, bəli. Və Latviya. Bəli, müəllimə. Aha, Estoniya, Latviya, Litva. Əla, əla.